Adalo Society-nin müsahibələr seriyasından hər birinizə salam. Mən Zivər Nağzadə, Adalo Society-nin müsahibəçisiyəm. Bugünkü qonağımız Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, İngiltərə və US-da solicitor kimi fəaliyyət göstərən və həmçinin ADA Universiteti Hüquq Fakültəsinin müəllimi Şahlar Məmmədovdur. Təklifimizi qəbul etdiyiniz üçün çox sağ olun Şahlar müəllim. Çox sağ olun Zivər xanım dəvətiniz üçün. Mənim üçün də çox xoşdur burada iştirak eləmək. Bizim üçün də çox xoşdur ki, sizin kimi bir müəllimimizlə intervyu eləmək və ümid edirəm ki, hər biriniz üçün maraqlı intervyu olacaq. Biz bugün Şahlar müəllimlə birlikdə korporativ hüquq, başqa adı ilə kommersiya və ya biznes hüququ ilə bağlı söhbət aparacağıq və elə isə başlayaq. Şahlar müəllim, siz ən birinci Azərbaycanda oxumusunuz, daha sonra isə Belçikada təhsil almısınız. Ondan sonra da İngiltərədə vəkil kimi fəaliyyət göstərməyə başlamısınız. Ümumiyyətlə bu qərarları necə, niyə vermisiniz? Bununla bağlı biraz danışsanız. İlk növbədə başlayım ki, bəli, mən ilk bakalavr təhsilimi və birinci magistr təhsilimi Bakı Dövlət Universitetində almışam. Daha sonra mən 5 il praktiki fəaliyyətlə məşğul olmuşam və 5 il sonra mən magistr proqramına daxil olmuşam. Magistr proqramına daxil olmaq niyyətim xarici təcrübəni öyrənməklə bağlı idi. Mən digər ölkələrin hüquq sistemindən tanış olmaq istirdim və mənim öz sahəm olan biznes hüququnda hansı yeniliklərlə tanış ola bilərəm, hansı məlumatları əldə edə bilərəm və hansı təcrübələr toplaya bilərəm. Bu məqsədlə mən Belçikada Gent Universitetində təhsil almışam. Daha sonra isə mən bir neçə il sonra da İngiltərə və US-də solicitor imtahanlarına keçib vəkil kimi orada da fəaliyyət göstərirəm. Çünki hal-hazırda işlədiyim KPMG şirkətinin müxtəlif ölkələrdə layihələri var və bu ölkələrdə olan layihələrdə bir çox hallarda müqavilə münasibətləri ingilis hüququna tənzimlənir və ona görə də ingilis hüququnu bilmək və onu tətbiq etmək çox vacib məsələdir və bunun üçün də mənim əldə etdiyim ixtisas və ingilis hüququ üzrə solicitor olmağım bu məsələdə mənə çox kömək olur. Ümumiyyətlə, bir də belə bir məsələ var ki, hal-hazırda sizin fəaliyyət göstərdiyiniz sahəyə gənc hüquqşünaslar arasında çox böyük trend halını alıb biznes hüququna getmək, biznes hüququ ilə bağlı master eləmək. Siz ümumiyyətlə bu sahənin gələcəyini necə görürsünüz Azərbaycanda? Yəni gənclər üçün yaxşı bir yoldumu biznes hüququnu seçmək və yaxud da ki, kommersiya hüququ desək daha geniş mənada? Bununla bağlı fikirləriniz nələrdir? Əslində belə deyək, indiki zamanda bəli, mən əslində tələbələrin bu sahəyə getməyini çox dəstəkləyirəm və sevincli bir haldır. Niyə? Çünki bu artıq belə deyək də ölkənin iqtisadi inkişafında ən vacib faktorlar özəl investisiyadır. Özəl investisiyada inkişaf etdikcə və özəl investisiyanın Azərbaycana daxil olması belə deyək, artıq o kommersiya münasibətlərinin daha genişlənməsinə gətirib çıxardır. Və eyni zamanda da korporativ hüquqa da böyük təsir olur. Çünki artıq xarici şirkətlərin Azərbaycana gəlməsi ilə və daxil olub burada fəaliyyət göstərməsi ilə birlikdə onlar müasir korporativ trendləri və müasir korporativ idarəetmə təcrübələrini Azərbaycanda da tətbiq etməyə başlayırlar və nəticədə yerli şirkətlər də bundan faydalanırlar və yerli şirkətlər də bundan belə deyək, bu təcrübəni qəbul etdikcə artıq korporativ hüquq münasibətləri daha da inkişaf eləyir və buna görə də artıq korporativ hüquq üzrə də hüquqşünaslara ehtiyac yaranır. Və ona görə də mən hesab edirəm ki, korporativ hüquqa nə qədər çox tələbat olduqca və eyni zamanda kommersiya hüququna bu hüquqşünasların da inkişafına gətirib çıxardacaqdır və digər sahələrlə yanaşı bu sahəyə hüquqşünas belə deyək də, hüquqşünasların bu sahəyə maraqlı olması əslində hesab edirəm ki, iqtisadi münasibətlərin inkişafı ilə düz mütənasib bir əlaqədir. Ona görə də mən buna müsbət yanaşıram. Başqa bir məsələ, gəlin biraz təhsillə bağlı danışaq. Sizcə hüquq təhsilini bitirmiş bir gənc hüquqşünas biznes hüququna yönəlmək istəyirsə, onun üçün xaricdə təhsil mütləqdirmi? Və yaxud da bir dənə məsələ var ki, həmin gənc hüquqşünas universitetdə bakalavr bitirdikdən sonra dərhal mı master eləməlidir, yoxsa bir müddət işləyib özünü tapmalıdırmı? Gəlin biraz da bu mövzu barədə danışaq. Bu əslində tələbələrin çox belə deyək də mənə tez yönəltdiyi sualdır. Əslində hər iki versiyada uyğundur. Mən hesab edirəm ki, bu tələbənin seçimidir. Mütləq xarici təhsil olmalıdır deyə bir şey yoxdur. Çünki Azərbaycanın özündə belə təhsil alıb və kommersiya hüququ, korporativ hüquq və digər hüquq sahələrində çox uğurlu işləyən bəli şəxslər var və magistr təhsili almağınız onun üçün lazımdır ki, siz bunu gəlsə tətbiq edə biləsiniz. Əgər belə tətbiq etmə imkanınız yoxdursa, bu sadəcə
sadəcə sizin üçün bir status və ya CV-niz üçün faydalı olacaqdır. Amma əvvəldən başlamaq yoxsa bir müddət praktiki bilik əldə eləyib sonradan xaricə magistr oxumaq üçün yönəltmək seçimlər arasında qalanda mənim şəxsən tövsiyəm odur ki, bakalavr təhsilini bitirdikdən sonra müəyyən müddət təcrübə əldə etmək daha yaxşıdır. Niyə? Çünki bunun iki məsələsi var. Birinci, siz özünüz artıq seçim eləməlisiniz, nə istəyirsiniz. Çünki bakalavr təhsili zamanı siz müxtəlif hüquq sahələrinə tanış olursunuz və hələ hansı sahə sizə daha uyğundur, bu sual işarəsidir. Bunun üçün mən düşünürəm ki, biraz da vaxt lazımdır tələbəyə ki, bu bakalavr pilləsini bitirdikdən sonra işləsin və hansı sahəyə özünün daha uyğundur, onu görsün. Bu birinci məsələdir. İkinci məsələ onunla bağlıdır ki, siz magistr pilləsinə daxil olarkən keçirilən dəstə və öyrənilən bilik səviyyəsi bakalavrla eyni deyil. Yəni bu da nəzəriyyə ilə yanaşı praktiki biliklər daha çox aşılanır və bunun üçün də sizin praktiki bilik və vərdişlərə malik olmaq çox vacib məsələdir. Çünki mən öz nümunəmdən götürəndə düşünürəm ki, mən 5 il iş təcrübəsindən gedəndən sonra və orada dərslərdə qavramaq, dərslərdə öyrənən bilikləri tətbiq eləmək, bunu təhlil eləməkdə mənim iş təcrübəm çox vacib rol oynadı. Mən özümü müqayisə edirəm həmin vaxtda mənlə eyni vaxtda təhsil alan və birbaşa bakalavrdan gələn tələbələrlə, onda aydın görsənir ki, mənim peşəkar təcrübəm mənə daha çox kömək oldu. Həm dərsləri anlamaqda, həm orada olan bilikləri mənimsəməkdə, həm də tətbiq eləməkdə. Ona görə də mən hesab edirəm ki, ilk növbədə bakalavr təhsilindən sonra iş imkanları dəyərləndirilsin. Bu müddət tələbədən asılıdır. Yəni bu 1 ilmi, 2 ilmi, 3 ilmi və magistr təhsili almağa tam əmin olunması vacib faktordur. Tam əmin olduqdan sonra məncə magistr müəssisə olmalıdır və həm də nəzərə alın ki, bakalavr təhsilindən sonra siz magistr təhsilinə müraciət edəndə sizin belə deyək də təqaüd almaq şanslarınız da var. Təqaüd almaq şansları nəzərə alınanda sizin ancaq elmi fəaliyyətiniz əsas deyil. Bu da sizin sosial fəaliyyətiniz, sizin iş təcrübəniz, sizin stajda olduğunuz dövr, hamısı sizin üçün həlledici və kömək edən faktorlardır. Mən də hesab edirəm ki, əgər magistra həqiqətən də belə deyək, sizin təqaüd məsələlərini də nəzərə almaq istəyirsinizsə, onun üçün sizin bakalavrdan sonra olan iş təcrübəniz və sosial fəaliyyətiniz də çox əhəmiyyətli olacaqdır. Şalar müəllim, fərz eləyək ki, siz 4-cü kurs tələbəsisiniz və biznes hüququna yönəlmək istəyirsiniz. Təcrübələrinizdən danışdınız və siz təcrübələrinizdən yola çıxaraq nələri keçmişə qayıtsanız eləyərdiniz, nələri eləməzdiniz? Yəni ən ideal versiyada olmaq üçün bir biznes hüquqşünasına görə nələri eləyərdiniz və ya da ki, nələri qətiyyən eləməzdiniz? Mən düşünürəm ki, bizim dövrlə indiki dövr, yəni belə deyək də, ortalama bir 15 il fərq var və o dövrdə biznes hüququ indiki qədər aktual deyildi Azərbaycan şəraitində. Daha qapalı idi, daha biznes hüququna giriş və orada iş imkanları tapmaq daha çətin idi. Ona görə indiki zamanda bu daha rahatdır. O cəhətdən düşünürəm ki, o dövrdə rəqabət çoxdur deməyim, rəqabət sayısı daha dar idi. Yəni iş imkanlarının darlıq məsələsi var idi. Vakansiyaların açıqlığı məsələsi bir sual işarəsi idi. Məsələn, indiki zamanda bir çox iş yerləri çox rahat şəkildə vakansiyalarını paylaşırlar və siz biznes hüququ üzrə belə deyək də işləmək istəyirsinizsə çox rahat iş imkanları əldə edə bilirsiniz. Amma o dövrlə müqayisə edəndə mən düşünürəm ki, o dövrdə daha çətin idi. Məncə informasiya məhdudiyyəti var idi. Yəni tələbələrin ümumiyyətlə iş imkanlarına, müəyyən öz biznes hüququ bilikləri artırmasına iş imkanları və digər imkanlar daha zəif idi. Edərdim yenidən 4-cü kursa qayıtsaydım, düşünürəm ki, mən birinci ilk növbədə staj əldə etmək istəyərdim, təcrübə əldə etmək istəyərdim. Niyə? Çünki mən düşünürəm ki, o dövrdə təcrübə əldə etmə imkanları az da olsa var idi və bundan mən istifadə etməli idim. Çünki mən bunu harda başa düşdüm ki, mənə problem yaradı. Mən bakalavr təhsilini bitirdikdən sonra iş vakansiyaları axtaranda mən gördüm ki, artıq təcrübənin olmaması müəyyən qədər çətinliklər yaradır. İkinci məsələ onunla bağlıdır ki, mən düşünürəm ki, yumşaq bacarıqlarımı inkişaf etdirərdim. Çünki mən çox önəmlidir. İndiki zamanda həddən artıq önəmlidir. Mən düşünürəm ki, o dövrdə bunlara çox da önəm verilmirdi. Bu isə o dövrdə olan tələbələrin bəlkə də ən çatışmalı cəhətlərindən biri idi. Çünki buna önəm verilmirdi, bunun üzərində işlənilmirdi. Bəlkə də o zaman məlumata
çıxışımız da az idi. O vaxtda yumşaq bacarıqların bu qədər aktual olacağını düşünmürdük və bu məlumat çox da ötürə bilmirdi. Belə deyək də bizim o dövrdə informasiyanı kimdən alırdıq sualçı daha çox valideynlərimiz idi, daha çox orta yaş təbəqə idi və onlar da məncə bir müddət əvvəlin tələblərini bizə bildirirdi. Amma müasir o tələbləri bizim almaq imkanımız az idi deyə biz hansı vərdişlərimizi və bacarıqlarımızı inkişaf etdirmək olduğumuzu bilmirdik. Ki, yumşaq bacarıqlar hesab edirəm ki, çox aktualdır ki, indiki zamanda, amma müəyyən yaşa çatdıqdan sonra o bacarıqlar öyrənməsi ilə ilkin dövrdə öyrənmək daha fərqli bir şeydir. Çünki ilkin dövrdə sizin buna daha tez adaptasiya ola bilirsiniz. Daha təzəsiniz, daha tez öyrənirsiniz. Bəli, artıq bir xarakter tam da formalaşmayıbdır və siz belə deyək də adaptiv skillləriniz daha adaptiv bacarıqlarınız daha çoxdur. O cəhətdən mən düşünürəm ki, geri dönüş imkanı olsaydı bu tərəflərinə də önəm verərdim. Siz bacarıqlardan söz açdınız. Gəlin biraz da məhz bacarıqlardan danışaq. Sizcə uğurlu hüquqşünas üçün sizin gözünüzdə ideal və yaxud da ki, uğurlu hüquqşünasın hansı elə yumşaq bacarıqları olmalıdır, hansı praktiki bacarıqları olmalıdır? Biraz da bu mövzudan danışaq. Uğurlu hüquqşünas olmaq üçün ümumi məlum olan bir bilik məsələsidir. Kifayət qədər hüquqi biliklərə malik olmaq lazımdır. Amma kifayət qədər hüquqi biliklər biraz sual işarəsidir ki, yaxşı kifayət qədər hüquqi bilik nədir? Mən düşünürəm ki, hüquqşünasın ilk növbədə hüquqi təhlil bacarığı olmalıdır. Yəni düşüncə tərzi məsələsi var. Bu hüquqi düşüncəni formalaşdırmaq vacib faktordur. Onun üzərinə isə artıq siz hüquqi biliklərinizi, bu ümumi bir hüquqi biliklərdir, sahibi hüquqi biliklərdir, mütləq tətbiq etməlisiniz. Uğurlu hüquqşünas üçün ancaq nəzəri biliklər kifayət eləməyəcəkdir. Sizin təcrübədə bu hüquqi bilikləri necə tətbiq edirsiniz, necə yanaşırsınız məsələlərə, problemlərə yanaşma məsələniz də vacib faktordur. Amma bunlar məsələnin hüquqi tərəfləridir. Belə deyək də bu texniki bilik tərəfidir. O dediyimiz o yumşaq bacarıqlar insani tərəfindən tərəfləridir. Bu çox vacib faktordur. Çünki belə deyək də mən düşünürəm ki, müasir dövrdə insan faktoru çox önəmli faktordur və insanın düşüncələri artıq bir empatiya kimi onun necə davranacaqlığı, onun nə düşündüyü, nə hiss etdiyi çox vacib faktordur. Yəni bir iş mühitində siz bunu nəzərə almadan işləyə bilməzsiniz. Mütləq kommunikasiya bacarıqları çox yaxşı olmalıdır. Ünsiyyətə qura bilməlidir. Ən vacibi insanları dinləyə bilməlidir və dinləyib onun üçün doğru qərarın verilməsində müəyyən qədər də iştirak etməlidir. Məsləhət götürməlidir. Məsuliyyət götürmək vacib faktordur. Sizin həm indiki zamanda tələbə yoldaşlarınızla münasibətdə, gələcəkdə iş yoldaşlarınızla münasibətdə o məsuliyyəti götürməlisiniz. Onlarla birlikdə işləmək bacarığını öyrənməlisiniz. Onların problemləri olanda işlə bağlı ona yanaşmanız olmalıdır. Bu fundament indidən qoyulmalıdır, yavaş-yavaş. Bəli, mütləq şəkildə indidən qoyulmalıdır və eyni zamanda da uğurlu hüquqşünas həm də intizamlı olmalıdır. Çünki mənim də təcrübədə görmüşəm ki, kifayət qədər çox bacarıqlı, kifayət qədər bilikli hüquqşünaslar var, amma intizam tərəfində axsayırlar. Bu isə artıq kənardan o hüquqşünasın belə deyək də statusuna müəyyən qədər də kölgə yaradır. Çünki hüquqşünasın ən vacib elementlərindən biri düşünürəm ki, bu intizam məsələsidir. Niyə? Çünki bizim gördüyümüz bir çox işlərdə müəyyən bir vaxt limitləri qoyulur. Bu həm qanunvericiliklə qoyulubdur, həm bizim müştəri tərəfindən bizdən bu tələb olunur. Bizim eyni zamanda hüquqşünasda ən vacib gözlənilən məsələdən biri onun əl çatımlılığıdır. Yəni istənilən zaman hüquqşünasın hüquqi biliyinə çatmaq. Hüquqi bilikdən çatmaqdan yanaşı, həmçinin də belə deyək də, məsələn mən bunu bəlkə də bir konsalting tərəfindən düşünürəm. Müştəridir və ya bizim işə götürəndir, onun verdiyi tapşırıqlara, onun verdiyi məsələn müəyyən suallara və müəyyən məsələlərə daha vaxtında adekvat geri dönüş eləməyimizdir. Ona görə də hesab edirəm ki, intizam da çox vacib məsələlərdən biridir. İndi isə gəlin belə bir mövzudan danışaq. Siz özünüz də hüquq tələbəsi olmusunuz. İndi də hüquqşünas tələbələrə bu auditoriyaya dərs deyirsiniz. Sizin vaxtınızdakı gənc hüquqşünaslarla indiki dərs dediyiniz hüquqşünasların arasında hüquqa, hüquq təhsilinə nə kimi fərqlər görürsünüz və sizcə bu nədən qaynaqlanır? Və gəlin belə deyək ki, onların xarakterində, onların hüquqa yanaşmağında nə fərq var? Açıq fərq çox böyükdür. Mən indi həm özümü müqayisə edirəm, həm də ki, auditoriyada tələbələrlə biz nəyisə müzakirə edəndə və ya dərsdən kənarda müəyyən karyera ilə bağlı və ya
dərslərə hazırlaşmaqla bağlı müxtəlif məsələləri müzakirə edəndə bunu aydın görürəm. Çünki düşünürəm ki, bizim o dövr tələbələrin indiki imkanları yox idi. Texnoloji imkanları çox zəif idi. Xarici dil biliklərində müəyyən məsələlər var idi. ChatGPT yox idi. Bu da aktual məsələdir. Məsələn, hətta mən keçən dəfə düşünürəm ki, mən artıq 3 dənə diplom işi, yəni bir bakalavr, 2 magistr diplom işi yazmışam. ChatGPT olsaydı, məncə çox daha işimiz rahat ola bilərdi. Amma bunun özü də bir suallardır. Çünki süni intellektdən istifadə etmək həm də tələbəni tənbəlləşdirə bilər. Başa düşürəm, faydalı iş əmsalı artıq olmalıdır və bu da əgər biz süni intellektdən istifadə edə biliriksə, niyə də eləməyək? Vaxta qənaət eləyirik, enerjimizə qənaət eləyirik, həmin vaxtdan və enerjimizdən daha yaxşı məsələlərə istifadə edə bilərik. Amma eyni zamanda tələbəni də rahatlaşdıra bilən bir məsələ ola bilər bu və arxayınlaşdırması onun düşüncəsini zəiflədə bilər. Necə? Artıq o düşünməyə ehtiyac olmaya bilər. Çünki mənim şəxsən yanaşmam odur ki, hüquqşünasın ən vacib xüsusiyyətlərindən biri onun həm də hüquqi problemə yanaşmasıdır. Eyni. Bu effektiv yanaşmadır və daha tez bədəyyətdə ayaq üstə cavab vermə bacarığı olmalıdır. Yəni müəyyən bir problem hazır cavablıq, bəli. Hazır cavablıq da məsələ ancaq həm də hüquqi məsələyə yanaşmaqdır. Yəni ortaya bir problem qoyulanda və vaxt azlığı şəraitində sizin ilkin olaraq məsələyə mövqeyinizi bildirməkdir. Bu isə hardan irəli gəlir? Sizin hüquqi düşüncənizdən. Hüquqi düşüncə isə dəfələrlə müəyyən problemləri həll etməkdən, müəyyən hüquqi konsepsiyalara, hüquqi suallara cavab verməyinizdən də asılıdır. Amma siz bütün məsələləri süni intellektə verməyiniz dolayısıyla sizi bir tənbəlləşdirəcəkdir. O dövrlə bağlı məsələyə geri qayıtsaq, bəli, texnologiya çox zəif idi, dil bilikləri daha az idi, sosiallaşma məsələsi çox problemli idi. O dövrdə olan sosiallaşmalar daha çox məhdud şəraitdə idi. Yəni bizim geniş sosial media çıxışımız yox idi. Bu isə tələbələrin o dediyiniz yumşaq bacarıqlarının inkişafına da mane olmuşdu. Çünki hər zaman tələbələr bir qapalı, bir məhdud şəraitdə eyni adamlarla, eyni. Bəli. Ünsiyyət qurdular, daha çox qrup daxili və bizim dövrümüzdə olan tələbə həyatda indi kimi deyildi. Məsələn, mən sırf adına bağlı baxıram ki, bir tələbə müxtəlif dərsləri müxtəlif tələbələrlə götürürlər, amma bizim dövrümüzdə elə deyildi. Biz eyni tələbə yoldaşlarımızla bütün dövrdə bir yerdə olurduq. Bəli, bu bəlkə rahat idi bizim kommunikasiyaya, amma yeni insanları tanımağımıza müəyyən qədər çətinlik yaradırdı. Çünki biz yeni insan tanımaq da bəzən istənilmirdi. Bizim o dövrdə beynəlxalq sferə çıxışımız çox zəif idi. İndi məsələn mən görürəm ki, hətta bu uzun müddətdir ki, müxtəlif universitetlərin tələbələri beynəlxalq yarışlara gedirlər, beynəlxalq məhkəmə müsabiqələrində iştirak edirlər. Bizim dövrümüzdə bu demək olar ki, yox səviyyəsində idi. Bu isə artıq tələbələrin belə deyək də beynəlxalq arenada imkanlara çıxışını zəiflədirdi. Çox zəiflədirdi və həm də ki, tələbə hər zaman bir komfort zonundaydı. Dərsləri bitirdim, artıq məndən gözlənilən başqa bir nəsə yoxdur. Bir belə deyək də challenge yox idi. Amma indiki zamanda bu tələbələr üçün çox vacib faktordur. Çünki dərslərlə yanaşı sizin staj imkanlarınız çoxdur, sizin beynəlxalq məhkəmə müsabiqələrində çıxış imkanlarınız çoxdur, həm milli, həm məhkəmə sayəsində. Bu artıq nəyə gətirib çıxardır? Hər yeni belə sınaq, hər yeni bir belə deyək də bir məqsəd sizi daha da uğurlu olmağa gətirib çıxardır ki, bunlar bizim dövrümüzdə düşünürəm ki, daha məhdud idi. Çox sağ olun Şahlar müəllim, söhbətimiz üçün çox təşəkkür edirəm sizə. Çox dəyərli idi danışdıqlarınız və bugünkü müsahibəmizin də sonuna çatdıq. Biz Şahlar müəllimlə birlikdə biznes hüququ, praktiki bacarıqlar, təhsillə bağlı söhbət apardıq. Ümid edirəm ki, hər biriniz üçün maraqlı müsahibə oldu. Gələn görüşlərə dək.